Salam, hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşləri. Bugün Gol TV'də AFFA U11 liqasının turun mərkəzi görüşünü sizlərə təqdim edirik. Ulduz Qarabağ. Bu iki komandanın istənilən yaş qrupların oyunu hər zaman prinsipiallığı ilə yadda qalıb. Ulduz mərkəzdən topu oyuna daxil etdi. Komandaların heyətləri ilə sizi tanış edirəm. Bizlərə qonaq komanda Qarabağ göstərilib. Qapıda 1 nömrə Talha Güzəl, 3 Muhammed Səfərov, 6 Cavad Əliyev, 7 Harun Mustafazadə, 10 indi ani bir diqqətsizlik baş verə bilər. Hakim davam işarəsi verir. 7 Harun Mustafazadə, 10 Akşin Həsənov, 11 Mikail Quluzadə, 16 Yusif Abdizadə. Komandanın baş məşqçisi Rafael Yusufovdur. Digər oyuncular 99 Əli Abbasov, 9 Nurəddin Hüseynov, 2 Fərd Hüseynov, 8 Mustafa Mustafayev, 14 Rəsul Həsənov, 5 Süleyman Süleymanlı. Ulduzda 25 Kamil Məsmaliyev, 6 Nihat Qiyaslı, 10 Elcan Bəşirli komandanın kapitanı, 9 Nihat Şükürov, 14 Kərim Qasım, 15 Səid Nağızadə, 16 Əlixan Kişiyev. Komandanın baş məşqçisi Cengiz Bədəlovdur. Digər oyuncular 13 Vüsal Ağazadə, 57 Mərdan Hüseynov, 2 Natiq Məmmədli, 65 İbrahim Axundov, 59 Əlixanlarov, 62 Səid Kərimovdur. Hörmətli tamaşaçılar, komandaların heyətlərində hər hansısa bir oyuncu dəyişikliyi baş verərsə, onu da sizin diqqətinizə çatdıracağam. Görüşü idarə hakimi isə Nihat Usubzadədir. Ulduz outdan Kamildən içəriyə doğru ötürmə, qapıya zərbəyə daha çox bənzədi. Bu bir ev tapşırığı komandanın qapıcısı. Ümumilikdə Ulduz komandasının məhz bu yaş qrupunda qapıcılar qolla vurmağı bacarır. Hətta mən artıq komandadan ayrılan bir oyuncu İshak Mövlanı da sizə təqdim edərəm. Qapıya zərbə, müdafiəçilər topu uzaqlaşdırır. Kamil topu oyuna daxil edir. Qapıya zərbə və top qapıdan az öncə məsələ bundan danışırdı. Kamil Məsmaliyev öz qapısından digər qapıya gözəl gol vurur və hesab açılır. Talha bəlkə də özü də bu topun qapıdan keçəcəyini gözləmirdi. Mərkəzdən Qarabağ oyuncuları topu oyuna daxil edəcək. Hakim qolun müəllifini də öz dəftərinə qeyd etdi. Elcan Nihat ondan ötürmə gözləyirdi. Kərim Qasım geriyə çəkildi. Qarabağ topu Ulduzdan almağa çalışır. İləliyə doğru ötürmə. Vüsal. Yeşkin bu epizodda az qala rəqibdən top almağa bacaracaqdır. Xankiyev. Və indi Qarabağ oyuncuları qapı istiqamətindən zərbə. Yusufin zərbəsi idi. Kamil. Vüsal. Yenidən Kamil, yenidən Vüsal. Əla divar ötürmələri, hücum qurmağa çalışır Elcan. Ötürmə Nihat. Kərim Qasım istiqamətinə bir ötürmə idi. Qapıcı Talha vaxtında irəli çıxır. Yenidən geriyə Mikail. Və Nihat az qala rəqibdən topu oğulayacaqdır. Yusif. Nihat. Yusif. Əli top aldı Elcan. Qapıya baxdı, zərbə dirəkdən qayıdır top. Kərim Qasım. Məhəmməd ona qarşı oynayır. Və out. Əlixan Kişiyev. Bu da qədər də Qarabağa böyük dəstək var. Vüsaldan irəliyə doğru ötürmə Elcan. Yenidən Qarabağ topu qazanır Yusif. Əla divar ötürməsi. Harun qapıya zərbə, qapıcı Kamil yaxşı oynayır. Komandasını qoldan xilas edir və sonda da məsələ
Harun özünə dəyən top meydanı tərk etmişdi. Talha adı güzel. Topu oyuna daxil edir. Harun pas ver. bütün mövsümü zirədə keçirmişdi. Bu sırada cəlmə zərbəsindən vurduğu bir gol yaxşı erişkin qapıya baxdı. Bu dəfə də Kamil. Bir dəqiqədə də Kamil mən deyərdim ki meydanın ən yaxşı oyuncularından biridir. Bəlkə də elə birincisidir. Saxlayarsan. Tək gol vurduğuna görə yox, qapısında inamlı dayandığına görə. Yenidən Harun və top yox meydanı tərk etmədi. Eşkin yerində çevrilməyə çalışırdı. Nihat səddini keçə bilmədi. Kərim, Nihat, ötürmə çatdı qapçı, adı güzel. Talha yaxşı oynuyor. Komandasını qoldan xilas edir. Kamil, bir dəqiqələrdə qapçıların duellərinin şahidi oluruq. Kamil, ayaqla oynamağı çox yaxşı bacaran oyuncularımızdan biridir. Əli Mirzəyev, Əlidən amma yox, istədiyi ötürməni edə bilmədi. Əli Mirzəyevi qeyd etməmişdim, üzrlü sayın. Natiq Məmmədli 2 nömrəli oyuncu. Bir anlıq diqqətimdən yayınmışdı. Talha və burada Qarabağ oyuncularından heç kim yox idi. Beləliklə ilk hissə başa çatır qısa. Bir də hər vaxtınız xeyir olsun, hörmətli futbol azarkeşlər AFFA 11 Liqası Ulduz Qarabağ görüşünün ikinci hissəsi bizlərə təqdim olunur. İnanırıq ki 11 Liqası üçün mən deyərdim ki ikinci hissə yəqin ki uşaqlar da məndən inciməz, bir qədər sakit keçdi desək daha düzgün olar. İndi ani bir diqqətsizlik qapı istiqamətinə zərbə hesab bərabərləşir. Nurəddin Hüseynov topu qapıdan keçirir. Hesab bərabərləşir. Nurəddin, azarkeşlər Nurəddini irəliyə qələbəyə səsləyir. Komandanın 9 nömrəli oyuncusu bu oyundan sonra hətta Nurəddinin hara gedəcəyini də sizə dəqiq deyə bilərəm. Azərbaycan Premyer Liqasının ən maraqlı oyunlarından biri Qarabağ Sabah oyununu izləyənlər arasında olacaq. Geriyə ötürmə Ulduz komandasının heyətində qapçı dəyişilib. Baş verdi Nicat Baloğlanov oyuna daxil oldu. Qeyd edim ki, bugün Nicat özündən 1 yaş böyüklərə qarşı oynayır. Ötürmə Vüsal, Nihat, Kərim Qasım yenidən Nihat yaxşı köşdü rəqəblərini. Harun topun qarşısını kəsir. Nurəddin ötürməsi yox. Nicat komandanın 22 nömrəli qapıcısı. Nicatın ötürməsi, Qarabağ topu qazanır. Nurəddin yox, zərbə qapıcı. Əla reaksiya göstərir. Nicat. İrəliyə doğru ötürmə, Elcan kapitan rəqibini gözəl şəkildə indi hakim davam işarəsini verir. Elcan indi hakim. Artıq ikinci dəfədir ki Elcan bir dəqiqə ərzində qapı istiqamətindən zərbi indirir. Bir dəqiqə ərzində ikinci dəfədir ki Elcan hakimdən narazı qaldı. Outdan Qarabağ başlayır. Yusif. Nihatdan əla bir ötürməyə Elcan. Yusufuna qarşı onu Elcan bu epizodda sona qədər mübarizə aparır və topu qapıdan keçirir. 2-1 Ulduz yenidən hesabda öndədir. Komandanın kapitanı 10 nömrəsi. Ulduzun döyünən ürəyi. Elcan Bəşirli eyni zamanda Gol TV'nin sevimli oyuncularından biridir. Bunu dəfələrlə qeyd etmişəm. Və bir dəqiqə ərzində 2 dəfə hakimdən narazı qaldı və gol da vurdu. Nihatın Şurovun gözəl məhsullar ötürməsi kapitanı burada sona qədər mübarizə apardı və bir daha bütün epizodları sona qədər oynamaq lazım olduğunu göstərir. Mustafa'dan alladıcı hərəkətlər. Yusif'dən əla incə bir ötürmə amma qapçı. Qapçı nə etdi axı? Yaxın məsafədə indirilən zərbənin qarşısına kəsdi Nicat. Sağdan Ulduz və hakim Əli Xankiyev out atışını yerinə yetirəcək. Elcan da oynuyor. Yenidən Əli.
Elcan istiqamətində yox, top meydana tərk eləmədi. Buradan daha açıq aydın görünür. İrəliyə əlinin önünə düşdü. Xankişiyev, komanda 16 nömrəli oyuncusu. Qapı istiqamətində zərbə, qapıçıdan inanılmaz reaksiya. Gözəl zərbə, gözəl qurtarış. Əli Abbasov, Əli Xankişiyevin zərbəsi də gözəl idi. Üçüncüdən zərbə ilə Ulduz top oyuna daxil edir. Vüsal, qapı istiqamətində yox, zərbə vurmağa elə ki imkan tapmadılar. Qarabağ oyuncuları topu uzaqlaşdırır. Elcan topu meydandan yox, çıxmadı. Eşkin buna imkanı vermədi. Nicat irəliyə doğru ötürmə. Qarabağ topu qazandı. Qapı istiqamətinə zərbə, daha bir gol vurulur Qarabağ. Onlar da bugünkü oyunda ikinci gollarını vurur Eşkin. 10 nömrə Eşkin Həsənov bərabərləşdirir. 2-2 və bu cür özlərinə məxsus gol sevinci ilə bu golu qeyd edirlər. Hesab bərabərləşdi. Çox sevindirici haldır ki, ikinci hissə, yəni ilk hissə çox sönük keçmişdi. İkinci hissə daha maraqlı, daha baxımlı alınır. Məhəmməd içəriyə yox, qapı istiqamətinə qədər top gəlib çatdı. Nicat ötürmə verməyə oyuncu axtarır. Yenidən Nicat. Qarabağ irəlidə çoxalmağa çalışır. Nurəddin. Onun bugünkü oyunda bir golu var. Yenidən Nurəddin. Natiqona qarşı oynayır. Və qayda pozulur. Nicatdan irəliyə doğru ötürmə. Harun qarşıladı. Yenidən Nurəddin. Elixanlarov. Ulduz əli ilə soldan hücum vurmağa çalışırdı. Geriyə doğru ötürmə. Nicat. Nicatdan irəli çıxdı. Nurəddin topu qazanmışdı, amma yenidən Ulduz sürətli əks hücum qurmaq üçün əli alınmır. Eşkin. Eşkin Mərdanla və yerdə qalır hakim. Cərmə zərbəsi təyin edir. Mərdan burada qaydanı pozmuşdu. Eşkin Həsənov yerdə qaldı. Hakimin isə diqqətindən yayınmadı. Epizoda daha yaxın idi. Cərmə zərbəsini zərər çəkən Eşkin Həsənov özü yerinə yetirəcək. Məsafə o qədər də uzaq deyil. 2 nəfər var canlı sətdə və hakimdən işarə gələcək. Görünür Eşkin qapıya zərbə indirəcək. Komandanın 10 nömrəli futbolçusu Eşkin. Zərbə və gol, 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 gol! Eşkin Həsənov çox gözəl gol vurur. Bir anlıq dizlərə İngiltərənin keçmiş futbolçusu David Beckham xatırlandı. Beckham və bu cür nöqtələrdən uzaq küncə bax elə bu cür qollar vururdu. Yəni YouTube'da Beckham'in qollarına baxın və bir də Eşkin Həsənovun vurduğu bu gözəl qola. Eyni zamanda bu gol onun komandasına qələbəyə aparır. Düzdür, uşaq liqalarında qələbənin o qədər də önəmi yoxdur. Əsas məqsəd uşaqlara futbolun sirlərini düzgün şəkildə öyrətməkdir. Outdan Qarabağ başlamalıdır. Onlar tələsmirlər. Görüşdə 5 gol vuruldu. Bugünün ən maraqlı oyunu Ulduz Qarabağ oyunudur. İkincisi də nəzər tuturam. Oyunur desəm yəqin ki yanılmaram. Nurəddin. Əla bir ötürmə, topa çatmaq. Məhəmməd bəli topa çatır. Artıq son saniyələrdir. Mərdan altdan top oyuna daxil edir. Bəlkə də Ulduza hakim bir hücum şansı verəcək. Cavad irəliyə oynayır. Məhəmməd qarşılamışdı. Yusif və bitdi. Hakim oyunu bitirir. Hörmətli futbol azarkeşləri, hər iki komandaya bugünkü oyuna görə təşəkkür edirəm, amma rubrika sadiq qalaraq. Hörmətli futbol azarkeşləri, rubrika sadiq qalaraq hər komandadan bir nəfəri oyunun ən yaxşısı seçirəm. Ulduzda 10 nömrə komandanın kapitanı Elcan
Bəşirli Qarabağdan da 10 nömrə oyunun ulduzu Eşkin Həsənov. Hörmətli futbol azarkeşləri, sağ olun, sağlam olun.